Xanımızın çox qəşəng bir şəkildə görünən polipi var. Polip içəridə asan bir şəkildə seçilir. Burada yumru bir şəkildədir. Adətən pasientlərdə qanaxmalara səbəb olur ya da ara ləkələnmələrə səbəb olur. Çox vaxtı da laxta şəklində qan gəldiyini deyirlər pasientlərimiz. Yəni aybaşı vaxtı laxta şəklində qan gəlir. Ölçü olaraq ölçünü ölçəcəyik. Təxmini olaraq 1 sm civarındadır. 11-dən 6-ya ölçüsü var. Bu ölçü pasiyenti narahat etməsə də problem olmur adətən. Ancaq bizim qorxduğumuz bir şey də var. Onların bədxassəliyə çevrilmə ehtimalı, yəni xərçəngə çevrilmə ehtimalı. Təəssüf ki, biz ultrases müayinəsi əlamətlərindən xərçəngə çevrilib çevrilməyəcəyini bilmirik ya da üzərində bədxassəli bir şey olub-olmadığını bilənmirik. Ona görə mümkün qədər polip gördüyümüz zaman götürməyə çalışırıq. Və bu polipdə də qanlanması da var. Yəni toplayıcı zamanı qan dövranı görünür. Burada onun qan dövranıdır bu hissədə görünən. Bu da onun yavaş-yavaş böyümə ehtimalının olduğunu göstərir. Yəni daha da böyümə ehtimalının olduğunu göstərir. Belə.